Bərdə və Yevlaxda mağazalardan oğurluq edən 4 nəfərdən ibarət oğru dəstə ifşa edilib. Bərdə və Yevlax polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri uğurlu olub. Birgə keçirilən əməliyyat tədbirləri nəticəsində sözügedən rayonlardakı mağazalardan oğurluq edərək sahibkarlara külli miqdarda ziyan vuran şəxslərin kimliyi məlum olub. Əməliyyat tədbirləri nəticəsində Bərdə və Yevlax şəhər sakinləri 17 yaşlı Zamin Zənəliyev, 20 yaşlı Təbriz Eyvazov, 26 yaşlı Elgiz Məmmədov və 17 yaşlı Orxan Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Hal-hazırda faktla əlaqədar başlanmış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə başlanmış cinayət istintaqı davam etdirilir. Bəli, Bərdə rayonundan neçə fakt olub, hansı mağazalardan oğurluq edilib? Bərdə rayonundan hələ ki 3 fakt aşkar olunub. Telefon mağazasından telefonlar, dəniz marketdən yenə kompüter, ərzaq malları, bir də paltar mağazasından paltarlar, geyim paltarları uğramışdır. Ehtimal var da bunların digər? Bəli, bunların digər cinayətlərdə də iştirak edib etməməsi, yəni başqa cinayətlər törətməməsini müəyyənləşdirmə istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir. İlkin dindirilmə zamanı saxlanan şəxslər telefon mağazasından çox sayda telefon və kompüter, marketdən ərzaq və kartlar, paltar mağazalarından isə paltar uğurladıqlarını bildiriblər. Dəniz marketə girmişik, bir də telefon mağazasına mənim oldum. Telefon mağazasına uğurluq eləmişik. Nə aparmışsınız? Dəniz marketdən siqaret, kompüter, pivə, pul, sonra telefon mağazasındakı telefonlar. Nə qədər telefon? Xeyli axda, yəni vitrində nə qədər telefon var isə hamısını aparmışıq, yəni saymamışam, sözünü açıq. Belə. Bir də ki pul aparmışıq. Orada 70 manat pul olub, bir də kart olub. Onları götürmüşük. Götürdünüz. Neynədiniz aparıb? Neçinə də yəni bölmüşük uşaqlarını. Mənim payıma 10-dan 11 dənə telefon düşüb. Bir də puldan düşübdür. Kartdan 80 manat pul çıxartmışam. Onu bölmüşük. Onlar əməllərini etiraf edərək tutduqları işdən peşman olduqlarını bildiriblər. 4 gün əvvəl baqajlarla həmən oğurluqdan tanış oldum. Apardım, bir dəfə Yevlağa düşürdüm, xaltur eləyirdim. Sonra bir gün həmən oğurluq baş verən gün axşam saat 2 radələrində zəng elədilər ki, taksi lazımdır. O vəziyyətdə gəldim, götürdüm, getdik ora, telefon dükanına baxdılar. Dedilər, bura girəcəyik, bizi zəng eləyəndən sonra gəlib götürərsən. Və elə də oldu, girdilər, götürdülər, mənə zəng elədilər. Nə apardılar dükandan? Poşetin içində telefon idi. Yəni sənin xəbərin var da bunlar oğurluğa gedir? Bəli. Oğurlanan əşyalar dəstə üzvlərindən aşkar edilərək maddi sübut kimi götürülüb. Təqsirləndirilən şəxslərin başqa cinayətlər törədib-törətməməkləri istiqamətində Bərdə rayon prokurorluğunda araşdırma aparılır. Şəmsdan Fikrətli, Şamxal Cəlloğlu, Dünya TV.